izləyicilər, mənim daimi izləyicilərim ki var, abunə olub izləyirlər. Onlar bilirlər ki, mən bu mövsümdə də bir çox eksperimentlər qoydum xəstəliklə mübarizə sahəsində və indi zamanı çatıb ki, həmin eksperimentlərin nəticəsi ilə tanış olaq. Deməli, bu ağacdan, heyva ağacıdır. Bir dənə də olsun meyvə götürə bilməmişdim. 2 il, 3 il bar verdi. Heç böyüməmiş, qurd düşdü, töküldü yerə. Amma bu il böyüyüb, ancaq ki, yenə də qurtludur. Səbəbini deyəcəm. Deməli, bu il mən həm fungisit köbələklərə qarşı, köbələk xəstəliklərinə qarşı, həm də ziyanverici həşəratlara qarşı dərman vurdum. Amma belə qaçaraq vurdum da, yetərincə dərmanlamadıq, qaçaraq vurdum ki, görüm nəticəsi nə olur. Nəticəsini görürsünüz. Bax, bu alma əvvəlki illər bundan böyük olmamışdı. Bu il görürsünüz, indi bunun çoxu qopub düşüb, dərmirəm özüm, deyirəm görüm son mərhələdə nə cür olur. Qopub düşüb deyə azdır. Cəmsi 3 dənə normal alma qalıb üstündə. Bax, budağı bir videomda da çəkib göstərmişəm. Bax, bu hissəyə xəstəlik yoluxmuşdu. Monelioz xəstəliyi. Bax, bu budağa, bu balaca budağa görünür dərman az düşmüşdü. Amma ağacın özünün də mübarizə tədbiri var da, hər bir canlının immuniteti olan kimi ağaçlarda da, bitkilərin hamısında bir özünün müdafiə tədbirləri var. Bax, o müdafiə qabiliyyətinin hesabına eybəcər də olsa, bax, bu cür meyvələr gətirə bildi. Başqa bir eksperiment, deməli, o ki, ziyanverici həşəratlarla mübarizə kimi fungisit vurdu. Bax, onun nəticəsində, bax, bu nədir, nar da partlamadı, xarab olub tökülmədi. Əvvəl dibi doluydu, tökülürdü hər gün bir neçəsi. İndi fikir verin, indi deyim ki, yoxdur, yalan olar, partlama var. Amma bu da nəyin səbəbidir? Mən bunu gec vurdum dərmanı. Sadəcə özüm vurmadım, bir nəfər yaxşı tanış var, o vurmalı idi. Ləngitdi, bir 4-5 gün gec gəldi, ona kimi həşəratlar və xəstəliklər öz işini görə bilibdi. Gecikdim ona görə. Amma yenə də şükür, çox az bir qismi partlayıbdı. Az bir qismi partlayıbdı. Amma gördüyünüz kimi, bu qara ləkələr var. Mən güman edirəm ki, bu boşuna deyil. Bu xəstəlik törədicilərinin yumurtalarıdır, nədir? Bax, belə qara ləkələr var. Ona görə bunu bu il payızda, yəni yarpağı tökəndən sonra yenə bir yaxşı dərmanlayacam, yuyacam dərmanla. Bəlkə kökünü kəsə bildik və yazda yenə təkrar 1-2 dəfə dərman vuracam ta nəticə əldə eləmək üçün. Nəticə də nədir? Meyvə gətirsin, xəstəlik olmasın, normal məhsul götürə bilim. Bax, bu hədəfə doğru yenə əslində o da eksperiment olacaq da, dərmanı vurmaq. Siz də əyani şahid olun, təcrübə olsun sizin üçün də.
İzləyin, yəni şahid olun ki, nədir, nə deyil. Artıq mənim daimi izləyicilərim mənim bağımla tanışdı, bilirlər hansı ağac necə bar verirdi, indi necə oldu. Əgər maraqlanırsınızsa, siz də abunə olun, izləyin, daimi izləyin ki, öz bağınızda faydalı qulluq göstərə biləsiniz ki, yekunda məhsul ala biləsiniz. Sağ olun, sağlıqla qalın. İnşallah görüşərik yenidən.